Xərçəngin cərrahi müalicəsində bütün inkişaf etmiş ölkələrdə artıq standart halını alan laparoskopik, yəni qapalı əməliyyatlar təəssüflər olsun ki, xalqımız tərəfindən hələ də tam olaraq birmənalı anlaşılmış deyil. Belə ki, yanlış yayılmış məlumatlara, yanlış yayılmış inanclara görə xərçəng əməliyyatının qapalı icra olunduğu təqdirdə açıq əməliyyatda icra olunduğu qədər təmiz icra olmamasıdır ki, bu zaman bu inanışın tam əksinə olaraq laparoskopik əməliyyatda, açıq əməliyyatda icra olunan bütün limfodiseksiya, bütün bağırsaq segmentləri qapalı əməliyyatda da açıq əməliyyatdakı ilə eyni miqdarda həm çıxarılır, həm də əməliyyatın masştabı miqdarı açıq əməliyyatda olduğu ilə eynidir. Yəni, xərçəng üçün icra olunan qapalı əməliyyatda, açıq əməliyyatda icra olunan bütün prosedurlar birə-bir eyni şəkildə icra olunur. Sadəcə, açıq əməliyyatdan fərqli olaraq, qapalı əməliyyat kəsiksiz bir neçə dəlikdən qarın içərisinə daxil olunaraq icra olunur ki, bu laparoskopik əməliyyatın üstünlükləri sayəsində xəstə xərçəng əməliyyatı icra olunsa belə, əməliyyatdan bir neçə saat sonra ayağa qalxıb gəzə bilir, bir neçə gün sonra açıq əməliyyatdan fərqli olaraq, bir neçə gün sonra normal həyata qayıdıb, qısa sürə reabilitasiya müddətini bitirib, normal iş həyatına, sosial həyatına qayıda bilir.